İmam Hüseyn əleyhissalam, onun əzadarlığı Kərbəla hadisəsi ilə bağlı bəziləri elə düşüncədə olur ki, və belə bir fikirlər səsləndirir ki, güya bu mövzuya müraciət eləmək cəhalət əlamətidir. İnsanlar bir faydalı işlə məşğul olmur və bu kimi mövzularla xurafata meyllənir. Amma çox absurd bir iddiadır. Hər ildə biz deyirik ki, bu iddiaların artıq zamanı keçib və köhnəlib. Yəni bu məsələlər yeni bir baxış tələb edir. Azərbaycan tarixinə nəzər salsaq, Azərbaycan ədəbiyyatının tarixinə nəzər salsaq, görərik ki, Azərbaycanın bütün dahiləri istisnasız olaraq Kərbəla mövzusuna müraciət eləməyi özlərinə bir şərəf hesab ediblər. Mərsiyə ədəbiyyatımız formalaşıb, zəngin bir ədəbiyyatdır və hər bir dahi şairimiz bu qapıya üst tutub və özünü bu qapıda nökər kimi təqdim edib və bu da bütün bu dahilərimizin ucalmasına gətirib çıxarıb. Misal olaraq maarifçilərimizdən biri Abbas Qulağa Bakıxanov. Tarixşünaslıq elminə ən böyük töhfələrdən birini vermiş Gülüstan-ı İrəm əsəri ilə Abbas Qulağa Bakıxanov Qüdsi təxəllüsü ilə qəzəllər yazıb və mərsiyə ədəbiyyatına müraciət edib. O zaman məscidlərdə də onun mərsiyələri oxunardı. Bugün də hətta bu mərsiyələrə müraciət olunur. Qüdsi təxəllüsü ilə mərsiyə ədəbiyyatına da öz töhfəsini vermiş dahi şəxsiyyətlərimizdən biridir. Onun Ağlaram rədifi ilə yazdığı bir qəzəl İmam Hüseynə həsr olunub və onlarla belə qəzəlləri mövcuddur. Ağlaram soldu xəzani zülm ilə gülzarim ağlaram. Bəzmi vüsalıdan məni saldı fərağa çərx, qaldı qiyam-ı məhşərə didarım ağlaram. Gəlib fəqanət dili zarim ağlaram soldu. Əhli vətən tapılmadı ta dəfnim eyləsin, qaldı fəratın üstə ələmdarım ağlaram. Bu onun ürək yanğısı ilə yazdığı misralardır. İmam Hüseyn əleyhissalamın dilindən qələmə aldığı əsərdir. Var dilimdə qüvvəti güftar ağlaram.